Belə, dedi, bəzən efirə baxırıq, bəzi müğənnilər çıxır, mənə, xalqa o qədər qiriyyət namus dərsi verir ki, mən deyir, evdə baxıram onlara, utanıram ki, axı, biz, sən, Nazilə, biz tanıyırıq, axı, bunlar bizə o dərsi verəcək insan deyirlər. Kimdə nə yoxdur, ondan danışır. Və niyə bu günləri olan heç vaxt bir çox müğənnilər çıxırlar, deyirlər ki, biz göstəriciyik, biz, nə bilim, bizim həyat tərzimiz nümunəvidir, ailəmiz nümunəvidir. Amma onların ərəskini cəmaat bilmir, xalq bilmir. Söhbət əsl ailədən gedirsə, bugün ailəli xanım, nümunə olacaq xanımlarımız var. Səbinə xanım Ərəbli kimi, maşallah, soram qızlarımızdan Vəfa xanım kimi, yəni Elnarə xanım kimi. Elnarə xanım kimi, yəni ailəli xanımlarımız var ki, bu sənətdə həqiqətən də onların ailəsi nümunədir. Kimlərin adını çəkdiniz, üzr istəyirəm? Səbinə xanım Ərəbli. Ərəbli, maşallah. O qız haqqında kim nə deyə bilər? Vəfa hansı Vəfa xanım? Orucova. Aha, yox, familiyalarında deyil. Almaz Orucova. Baxın, Vəfa Şərəfoğlu mənim dostumdur. Amma bir dəqiqə, Vəfa deyiləndə insanlar, onun da bir ailəsi var, amma familiyalarında Nuriyə xanım Hüseynova kimi. Nuriyə xanım Hüseynova kimi, Mələk xanım Əyyubova kimi. Yəni, bugün nümunə olacaq xanımlarımız. Səbinə Ərəblini dediniz? Bəli, onun elə birinci Səbinə xanımın ən gənc ailə quranlarımızdan biri də Səbinə xanımdır ki, hamının bir subay dövrü olub, istəyən olub. Amma Səbinə xanım bir məktəbdə məndən balaca da olsa, o qız mənim gözümün qabağında böyüyüb də. Yəni, o qıza mənim o qədər böyük hörmətim var, o qıza o qədər xətrini çox istəyirəm. Nümunə olacaq xanımlardan biridir. Bugün onun üçün birinci, ilk öncə ailəsi və uşaqlarıdır. Nümunə olacaq xanımlar var bu sənətdə. Sadəcə bu günləri kim valla ağıl-ağıl ailədən danışırsa, nə bilim, nədənsə danışıb, kiməsə ağıl verirsə, özündə yoxdur ona görə. Son günlərin... Özündə nə olan heç vaxt onu ortaya çıxardıb reklam eləmir. Bu məndə varsa mən ondan danışmıram. Kimdə nə yoxdursa ondan çox danışır. Vasif,